Salam dəyərli izləyicilər. Bugün sizə çox maraqlı bir anı göstərəcəm. Hamilə quppi balığımın doğuşa hazırlaşmasını. Hazırda qarşınızda gördüyünüz bu balıq artıq bir neçə gündür hamilədir. Onun qarnına diqqətlə baxın. Balaların kiçik silüetlərini artıq içəridə hərəkət edərkən görmək mümkündür. Mən onu xüsusi olaraq ayrı bir akvariuma yerləşdirmişəm. Çünki quppi balıqları doğuşdan öz balalarını yeyə bilər. Bu təbiətin bir hissəsidir. Amma biz balaları qorumaq üçün ana balığı ayrıca saxlamağa çalışırıq. Quppilərin doğuşu çox maraqlı olur. Ana balıq bir anda bütün balaları doğmur. Bu proses tədricən gedir. Bəzən bir neçə dəqiqə, bəzən saatlarla davam edir. Hər balanın doğulduğu an təbiətin kiçik bir möcüzəsidir. İndi isə sadəcə gözləmək qalır. Qarnının alt hissəsinə bir baxın. Rəngi bir qədər tündləşib. Bu da doğuşun yaxınlaşdığını göstərir. Hər an başlaya bilər və siz bu anın şahidi olacaqsınız. Görəsən bu dəfə neçə bala verəcək? 5, 10, yoxsa 30? Videonu sona qədər izləyin. Çünki birazdan yeni həyat başlayacaq. Və unutmayın, hər kiçik bir balıq bir damla suda başlayan bir hekayədir.